Quba rayonunun Səbətlər kəndində aparılan arxeoloji qazıntılar, tədqiqatlar, siyasi proseslər nəticəsində bölgədə müxtəlif xalqların məskunlaşması, köçəri xalqların miqrasiyası, regionun müxtəlif sivilizasiyalar, o cümlədən dövlətlərlə qurulan iqtisadi və mədəni münasibətlərinə aydınlıq gətirəcək. Bu barədə ekspedisiya rəhbəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev məlumat verib. Gördüyünüz bu ərazi Səbətlər kəndində yerləşən Təhməzi adlandırılan tarixi bir abidədir. Bu abidədə ilk olaraq kəşfiyyat xarakterli tədqiqatlar aparılmış. Daha sonra 2026-cı ilin iyul ayından etibarən burada kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılmışdır. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, abidə 1500 ilə yaxın bir tarixi dövrü əhatə edir. Arxeoloji tədqiqatlar hələ ki davam edir. Rayonun qədim yaşayış məskənlərindən biri olan Səbətlər kəndi ərazisindəki Təhməzi son antik və orta əsrlər dövrünə aid qədim yaşayış yerində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu tərəfindən əsaslı və kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılıb. Bu qədim yaşayış məskəni Vəlvələ çayının sağ sahilində Çiçi və Zərqava kəndləri ilə həmsərhəddir. Hərbi yürüyüş yollarının ticarət marşrutunun bilavasitə üzərində yerləşməsi, zaman-zaman müxtəlif mədəniyyətlərin və yaşayış tərzinin dəyişkənliyinə uğrayan kənd bu gün özünə məxsus formalaşmış həyatını davam etdirir. Qədim həyat tərzini sosial məişətdə özünü büruzə versə də, kəndin qədimliyini sübut edən tarixi abidələri ilə yanaşı torpaq altında açılmamış sirləri hələ də var. Bu gün deməli bu Səbətlər kəndi ərazisində qazıntı işləri aparılır. Milli Elmlər Akademiyasının Tarix, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Laçın müəllim Mustafayevin rəhbərliyi altında burada çox geniş deməli qazıntı işləri aparılır və artıq burada heç kim inanmadığı nümunələr, maddi nümunələr, qədim yaşayış məskəni üzə çıxır. Ekspedisiya rəhbəri həmçinin bildirir ki, Təhməzi yaşayış yeri 2020-ci ilin iyul və avqust aylarında Azərbaycanın şimal-şərq regionunda aparılan tədqiqatlar zamanı aşkar edilmişdir. Abidə rayon mərkəzindən 30 kilometrdəki aralı Vəlvələ çayının sağ sahilində yerləşir. Kənd əhalisinin Təhməzi şəhər yer adlandırdığı bu yeni abidə indiyədək dövlət qeydiyyatına alınmamış və bu ərazilərdə heç bir arxeoloji tədqiqat işləri aparılmamışdır. Arxeoloji qazıntılar zamanı Təhməzi yaşayış yerində 2 kəşfiyyat quyusu qazılmışdır. Hər iki qazıntı sahəsindən son antik və orta əsrlərə aid müxtəlif tip keramika fraqmentləri, daş alətlər, fauna qalıqları əldə edilmişdir. Aşkar edilən maraqlı arxeoloji tapıntılardan biri də çiy kərpic, çay daşları və bişmiş kərpiclərdən ibarət müxtəlif tikillərə məxsus özül və divar qalıqlarıdır. Yaxşı halda qorunmuş bişmiş kərpiclərdən ibarət divar qalığının eni 90-92 sm, hündürlüyü isə üst-üstə 3 kərpic olmaqla 25-27 sm-dir. Şimal, cənub və şərqə tərəf uzanan iki bütöv bir yarım kərpicdən qurulmuş tikili qalığının plan üzərindəki quruluşu tam müəyyən edilmədi. Tikillərin tam quruluşunun müəyyən edilməsi üçün arxeoloji qazıntıların sahəsi genişləndirilməli, yaxud maqnitometr çəkilişləri aparılmalıdır. 1.7 və 2.1 metr dərinliyində mədəni təbəqələrin izlənilməsi zamanı ocaq yerləri, döşəmə, kiçik diametrli təsərrüfat quyusu və digər artefaktlar müşahidə edilmişdir. Tarix həmişə sirli səhifələrlə zəngin olan kitabdır. Bu kitabı oxumaq isə keçmişin yadigarları olan bizlərin borcudur. Tariximizi bilək ki, gələcəyimizi quraq. Aydın Adıgözəlov, Yusif Əliyev, Bugün informasiya proqramı üçün.